Salam, bu videoda mən hədəf nəşrləri biologiya time testindən biokimiya bölməsinin ikinci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, glikoliz prosesində əmələ gələn istilik enerjisinin miqdarı ATF enerjisinin miqdarından 200 kilojol çox olmuşdur. Oksigenli parçalanma mərhələsində əmələ gələn ATF molekullarındakı makro-Y rabitələrin sayı bu mərhələdə əmələ gələn su molekullarının atom nüvəsindəki protonların sayından nə qədər az olar. Əvvəlcə biz glikoliz prosesində əmələ gələn istilik enerjisinin miqdarının ATF enerjisinin miqdarından nə qədər çox olduğunu hesablayaq, yəni normal reaksiyada. Demək, 120 kilojol enerji ətrafa istilik şəklində ayrılır və 80 kilojolu isə ATF şəklində toplanır. Bunlar arasındakı fərq 40-a bərabər olur və bu zaman oksigenli mərhələdə 36 ATF molekulu əmələ gəlir ki, hər ATF molekulunda 2 dənə makro-Y rabitə olur. 36-nı vururuq 2-yə, tapırıq ki, 72 makro-Y rabitə əmələ gəlir. Və bu makro-Y rabitənin sayı əmələ gələn su molekullarının sayından, protonları sayından nə qədər az olduğunu tapmalıyıq. Tapırıq ki, 72 makro-Y rabitə əmələ gəlir. Amma orada 42 mol oksigenli mərhələdə su əmələ gəlir ki, hərəsində də 10 dənə proton var. Bu 420-yə bərabər olur. Onda tapaq, demək, alınan makro-Y rabitə su protonlarının sayından nə qədər az olar? 420-dən çıxırıq 72-ni, bərabərdir 348-ə bərabər olur. Onda biz belə bir tənasüb qururuq. Ayrılan istilik toplanan ATF şəklində enerjidən 40 vahid, yəni 40 kilojol çox olduğu zaman demək, ayrılan su protonlarının sayından makro-Y rabitənin fərqi 348-ə bərabərdirsə, onda əgər 200 kilojol fərq olarsa, 200 kilojola da X olar. X da bərabərdir. Həll eləyirik. Demək, 200 vurulsun 348 bölünsün 40. Bu da bərabər olar 1740. Yəni, doğru cavabımız olur A variantı.